Payın çox olsun. Buna bax hələ. Gör nələr alıb, Aybəniz nənəsi nələr alıb balama. Bax hələ, bax. Niyə əziyyət çəkirsən? Hər dəfə gələndə nəsə alırsan. Üzümə bax. Xanımlar, nar salat edəcəm, narları yudum. Bilmirəm, narın sezonu gedir, nədir, yəni narların hamısı xarabdır. Elə bunlar ancaq seçib almışdım. İndi inşallah ki, xarab olmaz da içi salamat çıxar. Təmizləyib nar salat edəcəm. Xanımlar, narları təmizlədim. Hamısı salamat idi, maşallah. Böyle üzdən xarab kimi görünürlər, amma mən seçdim, yaxşılarını götürdüm. Heç bir xarab çıxmadı, hamısı yaxşı çıxdı. Amma balaca olduqları üçün elə bu qədər oldu, yetərlidir. Qarğı dalı gətirdim xanımlar, konservası açdım. Amma çoxdur. Əslində birini gətirdim, balacasını açdım. Salatı da yəni əlavə etmək üçün. Sonra balaca balam işdən gəldi. Xanımlar saat 3-ün yarısıdır. Gecə 3-ün yarısıdır. Balaca balam işdən gələndə götürdü onun yarısını öz yeməyinin üzərinə tökdü. Yəni nə yemək olsa qatır qatışdırır. Ona görə az idi. Dedim get balamsan bir dənə mən padvaldan gətir. Gətirdi, onu da əlavə elədim, çox oldu. İndi biraz saxlayaram, qoyaram soyuducuya balam. Sabah işə gedəndə yeməyin üzərinə tökər, yeyər. Belə, qoz da zövqə görə doğradım, balaca doğradım. Şüyüd doğradım, keşniş də var, amma niyəsə doğramadım. İndi istəsəm sonra əlavə edə bilərəm. Nardır, qarğıdalıdır, qozdur, şüyüddür, sinətidir. İndi bu qaba əlavə edəcəm, hamısına mayonez əlavə edəcəm. Duz, qarışdır. Bu qədər. Xanımlar, 3 deyil, 02:21 dəqiqədir. Ayın 29-udur. Mən balalarım üçün salat edirəm. Belə, Allah bütün balaları qorusun, öz nəzərində saxlasın. Tuzunu istiyorsun. Bunu ancaq xanımlar mayonezlə edirəm. Paytaxt salatına qaymaq əlavə edirəm. Amma mimozadır, jovalı salatıdır, nar salatıdır. Bunlar hamısının mayonezlə. Unuttum xanımlar. Əvvəlcə duz istiyor səpdikdən sonra qarışdırırım. Sonra mayonez əlavə edirəm. Unuttum yine. Onda daha yaxşı tuzu qarışır. Görürsünüz xanımlar, bir dənəsi getdi bizim süfrə. Üzr istəyirəm, belə az olanla palçıq kimi olur da. Xanımlar, heç də qarğıdalı çox olmadı. Nar, qarğıdalı çox olanda bu salatda
Həm görüntü qəşəng olur, həm də dadlı olur. Belə gözəl xanımlar. Sizlər də hazırlayın, övladlarınız nuşicanla yesinlər. Üzərinə stres çəkib qoyuram soyuducuya. İnşallah sabah gün orta uşaqlarım yeyər, axşam işdən gələnlər axşam yeyər. Xanımlar, mən elə salatı hazır edəndə onun mayonezini falan əlavə edirəm. Həm video olaraq sizə təqdim etməliyəm. Çünki mən sabah bunu əlavə etsəm, biri yeyir, biri yemir, biri orada yeyir, biri də burada yeyir, biri işə gedir, yeyir, biri işdən gəlir, yeyir. Bəs mən sizə hazırladığımı təqdim edə bilmirəm axı. Həm də heç video olmasa belə, mən elə həmişə axşamdan hazırlayıram, əlavə edirəm. Bir gün içərisində vallahi yeyib bitirirlər uşaqlar. 5 nəfər idi, hərə bir balaca nimçə çəkir, bitir. Ona görə əlavə edirəm mayonezini. Xanımlar, plov bişirəcəm. Günay soğanları doğrayıb. Əti də ayrıca mən bişirmişəm. Soğanları qızardım, ət üzərinə əlavə edim. Şabalı bir də kişmişdən edəcəm. Zirinc əlavə etməyəcəm bu dəfə. Mən zirinc əlavə edəndə kişmiş əlavə etmirəm. Kişmiş əlavə edəndə zirinc əlavə etmirəm. Bəli, yeməyini ye, nənə qurban. Sən aparacam həyətə. Yeməyini ye. Yeməyini yesin mənim körpəm. Şabalını əlavə edirəm. Xanımlar, bizdə Naxçıvanda rəhmətli yanım belə edərdi, elə bacılarım da belə edir. Biz elə bir yerdə turşu qovurma deyirlər də. Mənim uşaqlarım, xanımlar, turşunu sevmirlər. Alça qurusu, cabalı qurusu olurdu. Onlar turşu qovurma elə ona görə deyirlər də. Əslində turşu qovurma yağlı quzu ətindən bişirilməlidir. O da yəni ürəyə vurmasın deyə turşudan da əlavə olunur. Mən belə eşitmişəm, belə bilirəm. Mənim uşaqlarım elə sevmədiyi üçün mən ondan istifadə etmirəm. Can nənə. Biz xanımlar, rəhmətli yanım da belə edirdi, bacılarım da belə. Biz sevirik kişmişi. Kişmişi, şabalda hamısını belə qarışdırırıq. Amma mən məsəl üçün gəldim, baldızlarımda gördüm ki, yəni onlarda da məntiqlidir. Onlar əri ilə, mən də qaysı da xanımlar, qaysı, əri qurusu əlavə etmirəm. Uşaqlarım onu da elə sevmirlər, deyirlər şirin edir. Onlar, məsəl üçün, baldızlarım əri ilə xanımlar kişmişi ayrıca qovururlar, onu ayrıca süfrəyə verirlər. Məsələn, kim istəyirsə aşın üzərinə başqa nə əlavə edə bilər. O da əslində yaxşıdır. Sonra elə burada Bakıda gördüm ki, elə hamı elə edir. O da yəni yaxşıdır, amma biz sevirik deyə elə birbaşa əlavə edirik. Bəzən mən belə bişirəndə xanımlar deyirlər ki, soğan çiğ qaldı, nə bilim nə oldu. Xanımlar çox uşaqlar sevmir də. Çox da lap qızarmış da sevmirlər. Xanımlar, ətə mən duz vururam, ət bişənə yaxın duz vururam. Az verin.
ətə əvvəldən vurmuruq ki, ət onda deyib bərkiyir, ət yaxşı bişmiş. Amma bişənə yaxın vururuq. Çünki sonra suyun içərisində ətə duz vuranda yaxşı olur da, yəni dadını çəkir canına. Amma sonra belə quruda yaxşı olmur. Mən bilmirəm, bu sarı köş niyə tökülmür? Ətin bulyonundan da əlavə edəcəm üzərinə. Astavan xodda şabaltlar yumuşalsın. Çünki şabaldı çox yumuşaq götürmülür. O zaman şabalın qabığı soyulanda şabalıq əzilir. Bir gözəl xanımlar, bunu süzgəclə süzürüm. Ətin bulyonunu. Belə gözəl xanımlar, lavam ateşdə, yəni o su çəkilməsin də, bulyon çəkilməsin. Şabaltlar da yumuşalır, lap qəşəng olur. Xanımlar, ikinci oğlum bilirsiniz ki, ət yemir, ona da kənd toyuğu edirəm. Ətlə xanımlar, soğanı aypara şəklində doğrayırıq, amma oğluma kəvərlə edəcəm. Ona görə soğanları balaca-balaca doğrayırıq. Xanımlar, dondurucudan dolmanı çıxartdım. İndi qazana yığacam. Dan əti ilə olan kələm dolmasıdır. İkinci oğluma sinəti, yəni toyuğun sinəti ilə etmişəm. O istəmədi, dedim, amma başqa yemək istədi. Ona görə onun üçün bişirmirəm. Bu dan əti ilə olandır. Bu heyvanı da doğrayıb üzərinə yığacam. Çox dadlı olur, çox ləzzətli olur. Yəni etməyən xanımlar sizlər də edin. Üzərinə heyva. Şabalıtlıdır dolma, dan əti ilə, şabalıtlı və heyvalı. Xanımlar, dolmaları qazana yığdım. Heyvanla dilimlədim. Belə çox oldu heyva, amma olsun, dadlı olur. Dadlı olduğu üçün elə bir heyvan hamısını, bütöv heyvan hamısını dilimlədim. İndi üzərinə su əlavə edirəm xanımlar. Qoyuram bişməyə. Mən də səni almışam. Yola, dənənəsini tanıyır, da ağlamır. Tez-tez gəlir. Bax, sən gör nələr almışam. Gör nələr almışam. Nənən sən qurban. Gör sənə nələr almışam. Təşəkkürə bax. Deyəm, ay bənsin nənə, sağ ol. Bax. Gör sənə nələr almışam. Payın çox olsun, payın çox olsun. Buna bax hələ. Gör nələr alıb, Aybəniz nənəsi nələr alıb balama. Bax, gör sənə nələr almışam. Sənə mən qurban olum. vermə, ha. Yatıb ona, yuxudan dur ona görə. Miska. Sənə qurban olum mən. Sütlər almışam, sənə yoğurt almışam, sənə sok almışam, sənə bunlar da sorma. Xoşun gəldi? Xoşun gəldi? Qoca da yəni şeyi də açsaq. Dayan görüm. Ay Allah, ay Allah. Niyə əziyyət çəkirsən? Hər dəfə gələndə nəsə alırsan. Üzümə baxır şeydir. Hələ açılışmayıb da sağ ol, payın çox olsun. Günə gör nə qəşəkdir. Cici almışam sənə bax.
Seni qurban olum, nənəsin balası. Balam yuxudan durub ona görə də. Sağ ol, nənəsə. Götür, tut baxaq nə qəşəngdir. Payın çox olsun. Payın çox olsun. Ha da baxdım dedim ona uyğun görüm şey. Yox, da çoxdur. Paltarlar çoxdur. Evdə geyməyə çoxdur. Sağ ol, payın çox olsun. Nənəsinin bol olsun. Bunlar da götürsən. Yox, onlar gəpi soku yoxdur yeyəcək. Sorma istəyir. apar. Yumurtan götürmək istəyir. Apar. Yumurtan götürmək. Ay bəzən aldığını apar öz otağınıza qoy. Ay istəyəndə də götürüb yeyərsən. Onu da götürməksə qoy mən götürüb, qoy mən götürüb. Qoy mən götürüb. Ay, bunu götürdüm. Onu qoydum onlara. Onu apar otağınıza qoy evizə. Apar öz evizə qoy. Nənəm rəhmətli elə deyil. Evizə aparım. Apar evizə. Apar. Gözə baxa-baxacaq. Açır. Apar otağınıza qoy. Qoy gəl. Nənən sənə qurban. Yaxşı. Məli, gəl bu paltarı da apar. Sənə bəzən niyə sağ ol dedin, sonra gəlib öpərsən, yaxşı, deyərsən sağ ol. Apar, elə yox da, qəşəng. Sağ ol, qəşəng. Apar onu da qoy otağınıza gəl. Xoşun gəldi. Sənə mən qurban olum. Gəl nənə qurban. Görməm oğullu bu. Bir sokunu iç, bolom içir. Açayım, ya bunu ye, bunu açayım, onu açayım. Sənə mən qurban olum.